1966-cı il təvəllüdlü pasientimizdə ağrı şikayəti ilə gəlib. Gördüyümüz kimi sol böyrəkdə 3-cü dərəcəyə keçən artıq hidronefroz var. Bir tərəfli hidronefrozdur. Sidik axarının yuxarı 1/3, orta 1/3 genişlənib. Sidik kisəsinə girən yerində artıq dilatasiya nisbətən azalır. Diaqnozumuz sidik axarının sidik hissəsinə keçən proyeksiyasında konkrement, yəni daş tutduğuna görə böyrəkdə bu qədər genişlənmə və axarda bu genişlənmə var. İndi əslində görünür daşımız da. Mən indi sonda şəklin o formatda qoyacağım, görünəcək. Ancaq bir neçə dəfə ultrason müayinəsindən keçmiş, səbəb aydınlaşdırılmamış, KT məsləhət görülmüşdü. Gördüyümüz kimi sidik hissəsini tam göstərəcəm. Sidik axarı gəlir. Ən çox şübhəmə səbəb olan sidik hissəsinə sidik axarının jıt axını müşahidə olunmalı. Daşımız görünür. Gördüyünüz kimi konkrementimiz düz sidik axarının sidik hissəsinə keçən yerində izlənilir.